Salam, sabahınız xeyirli olsun əziz izləyicilərim, gününüz uğurlu olsun. Əziz izləyicilərim, bugün sizə təqdim etdiyim bu gözəl ev, yaşayışlı ev, Komsomolsk okrugdan Otkenokomun yanından aşağı gələndə düz 90 nömrəli məktəbin yaxınlığındadır. Yəni buradan uşağı ötür, arxasınca baba eləcə yaxındır əzizlərim. Tanıyanlar yaxşı bilirlər. Əziz izləyicilərim, evimiz ümumi 2.2 sot torpağın içində yerləşir. Pəncərələrin qabağından baxın, cütdaşla inşa olunubdur. Ümumi 4 otaqdan ibarətdir. Bura evimizin qonaq otağıdır. Bura bizim mətbəximiz. Bura sanuzel. Mən əzizlərim çəkiliş evimizin içindən başlamışam. Sonra da evin çöllə sizi tanış edəcəyəm. Yəni bunlar o qədim evlərini görürsünüz, pəncərənin qarşısından divarlar nə qalınlıqdadır. Bunlar qışda isti, yayda da sərin. Əzizlərim, bura evimizin 2-ci mərtəbəsidir. 2-ci mərtəbədə cütdaşdır. Çox evlərdə 1-ci mərtəbəni cüt eləyirlər, 2-ci mərtəbəni tək eləyirlər. Amma bax pəncərənin qarşısından görürsünüz əzizlərim. Hər tərəfi evimizin cütdaşı, 2-ci mərtəbəsi də cütdaşdır. Yəni bunu 3-cü mərtəbədə tikmək olar. Burada yenə belə bir otağımız var, yataq otağımız. Bura uşaq otağıdır. Burada da yenə belə bir ailə yataq otağımız var. Əzizlərim, indi gedən evimizin çöllə sizi tanış edim. Əziz izləyicilərim, onu da qeyd edim ki, evimiz tam əşya ilə də verilə bilər. Amma kim ki, elə alıcı olur ki, qıraqdan gəlim olur, deyir, mən ev eşinə istəyirəm də. Yəni, evin əşyaları ilə də verilə bilər. Əşyalar da gördüyünüz kimi, hamısı təzə 2 ayın əşyalardır. Yəni, evin əşyalarını təzə yığıblar. Çox, yəni, gəlib görəsiniz ki, düzdür, mağazindən çıxma qiymətinə vermir. Yəni, ondan aşağı verir. Amma, yəni, əşyaların qiyməti ayrı hesablanacaq. Yəni, bəri başdan deyim ki, yəni, o qiymətlə mən əşya ilə demədim. Kim əşya istəyirsə, yəni, əşya da verilə bilər. Burada əzizlərim, evimizin giriş hissəsidir. Burada banka balon yığmaq üçün qladovka. Evimizin həyətində bir qəşəng bisetkası var ki, valla bu bisetka elə evlə yarıdır demək olar ki. Yəni, bütün yayı, baba, görürsünüz nə qəşəngdir, bax. O da təzə hazırlanıb bisetkada. Çox qəşəng, həyətdə bar verən meyvə ağaçları görürsünüz, elə üstündə də var, sablanlar da var. Əzizlərim, evimiz çox gözəl evdir. Kim alsa, Allah xeyrini versin.